Sizi salamlayıram, hörmətli izləyicilər. Bugün mən sizə gizli və sakit gedən qadın xəstəlikləri haqqında danışmaq istəyirəm. Qadınlarda əsasən infeksiyalar narahat edir. Bəzi cinsi yolla keçən infeksiyalar var ki, onlar o saat özlərini virusa verirlər 3, 4, 5 gündən sonra və qadında axıntı, ağrı, pis qoxu, axıntının rənginin yaşıl, sarı olması kimi özünü göstərə bilir. Lakin gizli və sakit gedən infeksiyaları isə onlar özlərini virusa vermirlər və bunlar bir neçə aydan sonra, 4 aydan sonra, 6 aydan sonra hətta özünü virusa verə bilər. Əgər qadında təsadüfi cinsi əlaqə olubsa, qorunmamış əlaqə olubsa, o ən azı 6 aydan bir analiz verməlidir. Gizli gedən infeksiyalara nə aiddir? Xlamidiya, mikoplazma, ureoplazma, Gardnerella, sakit gedən Gardnerella, hepatitlər, sifilis və insan papiloma virusu. Viruslar DNK-nın tərkibinə keçmək üçün müəyyən bir müddət lazımdır. Onlar keçib, zülallar əmələ gəlib, özünün virusa verənə qədər bir neçə ay keçə bilər. Və yaxud xlamidiya, mikoplazma, ureoplazma, bunların narahatçılığı bir neçə müddətdən sonra özünü göstərir, həmən özünü göstərmir. İnsan papiloma virusu da həmçinin bəzən qadının xəbəri yoxdur ki, onda mən yuxarıda saydığım infeksiyalar var. Ona görə əziz qadınlar, əgər özünüzü əmin və sağlam hiss etmək istəyirsinizsə, ən azı 6 aydan bir analiz verin. Yaxşı olar ki, PCR analizi verəsiniz. Orada xlamidiya, mikoplazma, ureoplazma, insan papiloma virusu verəsiniz və herpes verə bilərsiniz. Bəzən herpeslər müxtəlif qabarcıqlarla özünü göstərə bilir və bəzən papiloma viruslar müxtəlif ziyillərlə özünü virusa verə bilir. Bəzən isə papiloma viruslar özünə heç cür virusa vermirlər. Ona görə əziz qadınlar, ürəklə həkimlərə gedin, müayinə olun və sağlam yaşayın. Diqqətinizə görə çox sağ olun.